Deməli, Azərbaycan relyefinə aid qeydlər deyəcəm. Birinci gəlir Acınohur düzü, Xocaşən və Daşı silsilələri arasında yerləşir. Bu qeydlər istər sertifikasiya imtahanında, istər müəllimlərin işə qəbulu imtahanında düşən qeydlərdir. Nədir? Birincisi, Acınohur düzü, Xocaşən və Daşı silsilələri arasında yerləşir. İkincisi, yəni buna plus qoyduq. Mingəçevir su anbarı Xocaşən və Bozlaq silsilələri arasında yerləşir. Üçüncü, tektonik zonalardandır. Görürsünüz, Lənkəran ovalığı, Cəyən, İncə, Hərami, Qarabağ düzü, Mil düzü, Muğan düzü, Salyan, Şirvan, Cənub-Şərqi Şirvan düzləri, Xunam düzü, Qusar nə deyir? Orada Qanı Xəyirçay vadisi hamısı tektonik zonaya aiddir. Kür tektonik zonasına aiddir. Orta Arazboyu düzənliklər Sədərək, Şərurdu, Böyük Düzlü, Naxçıvandı, Gülüstan, Yaycı, Ordubad düzləri bax bunlar. Arazboyu düzənliklər qərbdən şərqə doğrudur. Amma Sədərək, Şərur, Böyük Düzlü, Naxçıvan Araz tektonik çökməsinə aiddir. Gülüstan, Yaycı, Ordubad düzləri Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bu arada Kiçik Qafqaz tektonik qalxmasına Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylısı, Zəngəzur, Dərələyə silsilələri, gəldiyi buradan Murovdağ silsiləsi, Talış dağları, bunlar hamısı Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Biz bilirik ki, Ermənistanla sərhəd boyu Şahdağ silsiləsi, Murğuz silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylısı, Zəngəzur, Dərələyə silsilələri yerləşir. Amma burada qeyd etmişik, Qarabağla Murovdağ silsilələri sərhəddə yerləşmirlər. Sonra Mil və Muğan düzlərinin quru sərhəddi yoxdur. Niyə görə? Bunların arasında hansı çay axır? Araz çayı. Respublikamızın ərazisinin 31%-i 200.000 metr hündürlükdə yerləşir. Bunu da yadınızda saxlamağınız çox vacib bir detaldır. Niyə görə? Çünki testlərdə düşəndə də bunlar düşürlər. Respublikamızın ərazisinin neçə faizi 200.000 metr hündürlükdə yerləşir. Bunlardan testdə suallara düşür. Bunlara diqqət eləməyiniz vacib məqamdır. Yadda saxlamağınız lazımdır. Daha sonra məsələn gəlir burada Respublikamızın ərazisi fəal seismik zonada yerləşir. Məhz ona görə Respublikamızın ərazisində zəlzələ və sönmüş vulkanlara rast gələ bilərik. Daha çox zəlzələlərdən. Ən güclü zəlzələlər məhz Böyük Qafqazın cənubi yamacı Şamaxı gedir. Kiçik Qafqazın Gəncə zonası, bəzən Gəncə və Sarı gedir. Bir də Naxçıvanda Qapıcıq zirvəsi ətrafında. Qapıcıq Zəngəzurun ən hündür zirvəsidir. Hündürlüyü də nə qədərdir? 3904 metrdir. Naxçıvanın dağlıq ərazilərində, Talış dağlarında vulkanik süxurlara rast gəlinir. Talış dağlarında vulkanik süxurlara rast gəlinsə də maqmatik süxurlar yayılıb. Talış dağlarında vulkanik süxurlara rast gəlinməsə də maqmatik süxurlar yayılıb. Vulkanlara rast gəlinməsə də vulkanik süxurlar var. Vulkanik süxurlar var. Amma vulkanlara rast gəlinməsə də maqmatik süxurlar. Çünki biz maqmatikdən danışanda bu cümləni mən sizə izah edeyim. Baxın, maqmatikdən danışanda dedik ki, maqmatik süxurlar iki qrupa bölünür. Maqmatik. Bir, dərinlik intruziv süxurlar. Bir də səth effuziv. Bu effuziv süxurlar vulkanik süxurlardır. Talış dağlarında qeyd olunur ki, vulkanik süxurlara rast gəlinir. Deyərsiniz ki, müəllim, bu vulkanik süxurlara rast gəlinir. Bəs vulkanlara niyə rast gəlinmir? Vulkanik süxurlarla vulkanlar başqa bir şeydir. Vulkanik süxurlar effuziv süxurlardır. Orada vulkan olmaya bilər. Vulkanlara rast gəlinməsə də, amma maqmatik süxurlar, yəni effuziv süxurlara rast gəlinir. Qobustan Abşeronda, Ceyrançöl Acınohurdu, Naxçıvanın alçaq dağlıq ərazilərində arid denudasyon relyef formaları yayılıb. Arid denudasyon relyef formalarına nələr aid idi? Bax, qeyd edirəm. Yarğan, ilkin mərhələsi Şırım, son mərhələsi Qobo. Qobunun dibi kolvot bitkiləri ilə örtülü olan quru dərələrdir. Yarğanlardakı müvəqqəti axarların fəaliyyətindən yaranır. İlkin mərhələsi Şırımdır. Hər üçü müvəqqəti axarların fəaliyyətindən yaranır. Arid denudasyon ərazilərdədir. Qobustan Abşeronda, Ceyrançöl Acınohurda, Naxçıvanın alçaq dağlıq ərazilərində. Paleozoy yaşıl süxurlar ən qədim süxurlardır ölkəmizdə.
Tovuz çay, Zəyəm çay, Əsrik çay hövzələrində, bir də Sədərək qalxmasında səthə çıxmışdı. Bu suxurların 400-450 milyon il yaşı var. Bir də ki, alt paleozo yaşıl suxurlar Tovuz çayda, Zəyəm çayda, Əsrik çaydadır. Üst paleozo yaşıl suxurlar Sədərək qalxmasında, bir də Dərələyə silsiləsindədir. 13-cüdə deyir, 130-250 milyon il əvvəl ölkəmizin indiki ərazisi Tetis okeanı suları ilə örtülü olmuşdur. 1,5-1,8 milyon il əvvəl hazırda ölkəmizdə mövcud olan düzənliklər səthə çıxmış, dağların mütləq hündürlüyü artmışdır. Tektonik sınmalar daha çox düzənlik və alçaq dağlıq ərazilərdə arasında keçir. Məsələn, Şirvan düzü ilə Azınhor düzü. Azınhor alçaq dağlıqdır, Şirvan düzdür. Sərhəddlər deyən, bunu bir dənə belə eləyək. Şirvan düzü ilə Azınhor düzü arasında fikir ver. Görürsünüz, burada sərhəddə nə var? Tektonik sınma var. Qusar maili düzənliyi ilə yan silsilə arasında. Qusar maili düzənlikdə yan silsilə hündürdür. Ceyrançol alçaq dağlığı ilə Gəncə-Qazax düzü arasında. Qobustan alçaq dağlığı ilə Cənub-Şərqi Şirvan düzü arasında. Yəni, mən deyə bilmərəm ki, yan silsilə ilə Qanı-Xəyirçay arasında sərhəd olmalıdır. Qobustan alçaq dağlığı ilə Cənub-Şərqi Şirvan sərhəddir. Dərələr silsiləsi ilə Sədərək düzü sərhəddir. Lənkəran ovalığı ilə Talış dağları sərhəddir. Aydındır. Tektonik sınmalar məhz düzənlik və alçaq dağlıq ərazilər arasında sərhəd təşkil edir. Ölkəmizdə Bahar qaz yatağı var ki, ən böyük qaz yataqlarımızdandır. Amma Dan ulduzu var, həm neft, həm qaz yatağımızdır. Ölkəmizdəki neftin çox hissəsi Kaynezoy yaşıldır. Amma Murad Xanlı neft yatağı ilə Mollakənd neft yatağı Mezozoy yaşıldır. Belə ki, Muradxanlı neft yatağı Mil düzündədir. Mollakənd neft yatağı Şirvan düzündədir. Muradxanlı neft yatağı Mil düzündə İmişlidədir. Mollakənd neft yatağı Şirvan düzündə Kürdəmirdədir. Bunlar nə yaşlıdır? Mezozoy. Qaraçala neft yatağı Salyan düzündədir. Dərin neft quyularının qazılmasında nədən istifadə olunur? Baritdən. Baritin yataqları hansılar idi? Çovdarla Başqışlaq idi. Yadda saxlayırsınız müəllimə. Daha sonra ölkəmizdə kvars qumları var. Kvars qumlarından nədə istifadə olunur? Şüşə istehsalında istifadə olunur. Yataqları hansılardır? Hacıvəlli, Hökməli, Abşeronda. Bentonikil, o da davamlıdır. Qəlib tökmədə metal qəlib kimi metal tökmədə istifadə olunur. Qazax rayonunda Daş Salahlı yatağı. Perlitə gəlirik. Perlit kənd təsərrüfatında və kimya sənayesində istifadə olunur. Respublikamızda mərmərin bir sıra yataqları var. Ağ mərmər Daşkəsəndə, qara mərmər Şərurda, çəhrayı mərmər Qubada. Sonra burada mineral bulaqlardan qeyd eləmişik. Çuxuryurt Şamaxıda, Meşəsu Lənkəranda, İsti su, qotur su Donüzdən Ərçivan Masallıda, Sirab Bayxır Babəkdə, Badamlı Şahbuzda, Darı Dağla Gülüstanda Culfadadır. Baş Qafqaz silsiləsi Babadağa qədər kəskin parçalanıbdır. 3629 metrdir bu arada Babadağın hündürlüyü. Babadağdan cənub-şərqə doğru hündürlük azalır, çünki həm istiqamətdə dağım elə gəlmə prosesi zəifləyir. Daha sonra Mil düzü Kürün sağında, Arazın sol sahilində yerləşir. Acınohur düzü Qanı-Xəyirçay vadisi Böyük Qafqazın cənubunda, Şollar düzü Samur Dəvəçovalığı Qusar maili düzənliyi Böyük Qafqazın şimal şərqində, aşağıda yazmışam burada. Qobustan Abşeronda Ələt Tirəsidir, Böyük Qafqazın cənub-şərqində yerləşir. Bax, Balakən, Zaqatala, Qax. Bu 3 dənə inzibati rayonumuz həm Gürcüstan, həm Ermənistanla sərhəddədir. Qazax, Akstafa, Tovuz həm Gürcüstan, həm Ermənistanla sərhəddədir. Bir də deyirəm, Balakən, Zaqatala, Qax həm Gürcüstan, həm Rusiya ilə sərhəddədir. Qazax, Akstafa, Tovuz həm Gürcüstan, həm Ermənistanla sərhəddədir. Zəngilan həm Ermənistan, həm İranla sərhəddədir. Sədərək rayonu, Sədərək 3 inzibati rayonla sərhəddədir. İranla da, Türkiyə ilə də, Ermənistanla da sərhəddə yerləşir. Şahbuz İranın ərazisində yalnız Ermənistanla sərhəddədir. Qalanlar həm İran, həm Ermənistanla sərhəddədir. Mil və Muğan düzlərinin qəti şəkildə yadınızda saxlayırsınız ki, Xəzər dənizinə çıxışları yoxdur. Ceyrançol alçaq dağlığıdır, Daşı silsiləsidir, Xocaşən silsilələri Kür tektonik çökməsinin qalxan hissələridir.
Tiryas çöküntüləri yalnız Orta Araz vilayətindədir, Dərələyəz silsiləsində. Yəni Kiçik Qafqaz tektonik qalxmasında. Aydın olduğu üçün Kiçik Qafqaz tektonik qalxmasına Zəngəzur, Dərələyəz də aid edirik. Naxçıvanın arazboyu düzənlikləri 600 metr və daha hündürdə yerləşir. Ona görə respublikamızda eroziya basisi ən çox olan çaylar Naxçıvanın çaylarıdır. 4-cü dövr çöküntülərinə akkumulyativ düzənliklərdə rast gəlinir. Ölkəmizdə qəti şəkildə yadda saxlamaq lazımdır ki, arxeip protruzeraların çöküntüləri yoxdur. Qusar mayili düzənliyində yumuşaq əhəngdaş suxurlar geniş yayılmışdır. Qanı Xeyri çay, yadda saxlayın, Şirvan düzündə, Gəncə, Qazax, Qarabağ düzlərində çayların yaratdığı yelpikvarı gətirmə konusları yayılıb. Gətirmə konusu nə idi? Çay dağdan düzənliyə çıxarkən gətirdiyi çöküntünü çöktürürsə, bu gətirmə konusudur. Yox, aparıb mənsəbdə çöktürürsə, bu nədir? Deltadır. Kanallar, kollektorlar, drenajlar, su anbarları, yollar, bəndlər, bunlar hamısı necə relyef formalardır? Antropogen relyef formalardır. Kür çökəşliyində neogen yaşıl suxurlara Acınhor Ceyran çöldə rast gəlinir. Alçaq dağlıq, bax, Qusar mayili düzənliyidir, Acınhor Ceyran çöldür, Qobustan Abşeronda məhz neogen dövrünün çöküntülərinə rast gələcək. Prollivial düzənliklər var, allivial düzənliklər var. Allivial düzənliklər çayların gətirdiyi çöküntülər əsasında formalaşır. Prollivial düzənliklər müvəqqəti axarların gətirdiyi çöküntülərdən yaranır. Ölkəmizin daxil olan Böyük Qafqaz dağları Tinovrossdan daxil olur da, hansı rayonda yerləşir? Balakəndə. Bitsənək və Zod aşırımları hansı rayonda yerləşir? Ermənistanla sərhəddə yerləşirlər. Ömər aşırımı hardadır? Murovdağdadır, Kəlbəcərdə. Gülüstan düzü Naxçıvan çayı ilə Əlican çay. Əlincə çaydır. Əlican səhv yazılıb bura. Əlincə çay arasındadır. Əlican çay Şirvan zonasının çayıdır. Qızılqaya, Heydər, Yarıdağ, Şaxdağ zirvələri yan silsilədədir. Zod aşırımı Şərqi Göyçə silsiləsində Kəlbəcər rayonundadır. Ənzəburt, Duzdağ, Kükü, Darıdağ, Sarıdərə silsilələri Naxçıvanda, Qaflanqaya, Xocayurt, Qaraqaya, Hocaz silsiləsi Kiçik Qafqazda, Hocaz su çayı da var, Həkər çayın qoludur. Qubaqdır, Qaflandır, Qaraquzeydir, Güneydir, Qaynar, Arxaçdır, Cəfər yaylaq silsilələri Böyük Qafqazdadır. Qanı Xəyrçay vadisi şərqdə Girdimançaya qədər davam edir. Palantökən silsiləsi Ceyran çöldədir. Ölkəmizdə olan filizlər dəmirdir, alunitdir, civədir, molibdendir, mistir, qızıldır, xromit, polimetal filizlərdir. Ölkəmizdə olan qeyri-filizlər daş duzdur, kükürtdür, çökmə duzdur, baritdir, bentonit kildir, seolit kildir, mərmərdir, travertindir, perlitdir, gipsdir, kvars qumlardır, yanmayan neftdir, naftalandır. Qazax, Qarabağ, fiziki coğrafi rayonunda. Yodlu, bromlu sulardır. Mişovdağdır, Baba Zənəndir, bunlar qeyri-filizlərdir. Cənub bölgəmizdə daha çox mineral sular gil yayılıb. Respublikamızda əqiq yataqları Qubadlı, Göygöl, Qazaxdadır. İncə və Hərami düzlərinin su sərhəddi var, aralarından Göndələn çay axır. Həkəri və Bərkişat çayları arasında yazı yaylası yerləşir. Gəncə Qazax düzünün Tovuz rayonu arasında düşən hissəsi Xunan düzü adlanır. Muğan və Cənub-Şərqi Şirvan düzlərinin su sərhəddi var Kür çayına görə. Aşağı arazboyu düzənliklər Cəyən, İncə, Həramidir. Orta arazboyu düzənliklər Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Ordubat düzləridir. Böyük Qafqaz dağları şimal-qərbdən cənub-şərqə doğru, bunu səhv yazıblar PDF-də. Şimal-qərbdən cənub-şərqə doğru Baba dağa qədər yüksəlir. Baba dağdan cənub-şərqə doğru alçalır. Çünki həmin istiqamətdə dağa əmələ gəlmə prosesi zəiflər. Ölkəmizdə paleogen dövrün çöküntülərinə Naxçıvanın dağlıq hissələrində, Talış dağlarında, bir də Böyük Qafqazın cənubi şərqində rast gələcək. Gülablı yatağı mərmər yatağıdır, Ağdamdadır. Dediyi mərmərin ağ mərmər Daşkəsəndə, qara mərmər Şərurda, çəhrayı mərmər Qubada, Gülablı da Ağdamdadır. Kükürd yataqları Çıraq, Dərə, Toğanalı, Göygöldədir. Travertin yatağı Kəlbəcərdə isti sudur, Naxçıvanda Şahdağdadır. Naxçıvan adlandırırlar Mineral Suları Muzeyi və nəhayət Mormor mineral suyu Gədəbəydə yerləşəcək. Bu qədər.